Ya Muhammed, Yahudiləri və müşrikləri, iman gətirənlərin ən pis düşməni, biz xaçpərəstik deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu, onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. Peyğəmbərə nazil olanı dinlədikləri zaman, haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar belə deyirlər. Ey Rəbbimiz, biz iman gətirdik, bizi haqqa şahid olanlarla bir yerə yaz. Rəbbimizin bizi əməl-i salih cəmaatla birlikdə cənnətə daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq? Allah da bu sözlərinə görə onlara ağacları altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur. Kafir olub, ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak neymətləri özünüzə haram etməyin və həddi aşmayın. Doğrudan da Allah həddi aşanları sevməz. Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun. Allah sizi bilmədən səhvən içdiyiniz andlarınıza görə cəzalandırmaz. Lakin bilə-bilə və ya qəsdən içdiyiniz andları pozmağa görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından 10 yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs 3 gün dalbadal oruç tutmalıdır. Bu içdiyiniz andların kəffarəsidir. Bununla belə andlarınızı qoruyun, onları pozmaqdan çəkinin. Allah ayələrini sizə belə izah edir ki, bəlkə şükr edəsiniz. Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? Allaha və Peyğəmbərə itaət edin. Əgər itaətdən boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız Quranı açıq aydın təbliğ etməkdir. İman gətirib, yaxşı işlər görənlərə, pis əməllərdən çəkinib iman gətirdikləri, salih əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərdən ötürü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər. Ey iman gətirənlər! Allah özünü görmədən, gizlində ondan qorxanları ayırt etmək üçün sizi əllərinizin və mizraqlarınızın çata biləcəyi bir ovla imtihan edəcəkdir. Bundan sonra həddi aşanı şiddətli bir əzab gözləyir. Ey iman gətirənlər! İhramda olarkən əti yeyilən heyvanları öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan 2 ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər. Onun qiymətinə bərabər
bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə gördüyü işin zərərini, acısını datsın deyə öldürdüyü heyvanın dəyəri müqabilində yoxsullara yedirtmək, yaxud ona bərabər hərəsi üçün bir gün olmaq şərti ilə yedirəcəyi yoxsulların sayı qədər oruç tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alır. Allah yenilməz qüvvət, intiqam sahibidir. Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da halal edildi. İhramda olduğunuz müddətdə isə, quruda ov etmək sizə haram buyurulur. Hüzuruna toplanacağınız Allahdan qorxun. Allah Beytül Həram olan Kəbəni, haram ayı Zilhiccəni, Kəbəyə gətirilən boyunları bağsız və bağlı qurbanları, insanların dini və dünyəvi işlərinin düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa, hamısını bilməsini, özü də Allahın hər şeyi layiqincə bilməsini siz də biləsiniz. Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir. Peyğəmbərin üzərinə düşən vəzifə isə ancaq Allahın əmrlərini insanlara təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızın və gizlətdiklərinizin hamısını bilir. Ya Muhammed, de, ey insan, haram şeyin çoxluğu xoşuna gəlsə belə, haramla halal bir ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasız. Ey iman gətirənlər, sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz. Allah onları indiyə qədər verdiyiniz bu cür suallara bağışladı. Allah bağışlayandır, həlimdir. Bəndələrinə əzab verməkdə tələsən deyildir. Sizdən əvvəl bir tayfa belə lüzumsuz şeyləri soruşmuş, sonra da buna görə onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün kafir olmuşdu. Bəhirə, sahibə, vəsilə və haminin heç birisini Allah qanunu buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydurdular. Kafirlərə uyan cəmaatın əksəriyyəti isə bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu dərk etmirlər. Onlara Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin deyildiyi zaman, atalarımızın getdiyi yol bizə yetər deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib, doğru yolda deyillərsə necə? Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, haqq yoldan azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir. Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda, vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə,
özünüzdən müsəlman olmayan 2 nəfəri şahid tutun. Əgər bu qeyri-müsəlman şahidlərin doğruluğuna şübhə etsəniz, namazdan, əsr ikindi namazından sonra hər ikisini tutub saxlayın və onları andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Yoxsa şübhəsiz ki, günahkarlardan olarıq deyə Allaha and içdirin. Əgər bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə günah qazandıqları bəlli olsa, o zaman onların yerini həmin şahidlər tərəfindən haqsızlığa məruz qalmış varislərdən ölənə daha yaxın olan başqa 2 nəfər tutar. Onlar həqiqətən bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz yalandan and içib həddi aşmadıq. Əks təqdirdə biz şübhəsiz ki, zalimlərdən olarıq deyə Allaha and içərlər. Bu hökm əvvəlki şahidlərin şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və onu eşidin. Allah fasik qövmü doğru yola yönəltməz. Allah peyğəmbərlərə qiyamət günü belə buyuracaq: Ümmətlərinizi mənim əmirlərimə tabi olmağa dəvət etdiyiniz zaman sizə nə cavab verildi? Onlar isə təvazökarlıq edib, biz heç bir şey bilmirik. Həqiqətən qeybləri bilən ancaq sənsən, deyə cavab verəcəklər. Ya Muhammed, xatırla ki, o gün Allah İsa'ya belə buyuracaq: Ya Məryəm oğlu İsa, sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Səni beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, yazıb oxumağı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün. O da mənim iznimlə quş olurdu. Sən mənim iznimlə anadan gəlmə kora və cüzamlı xəstəyə şəfa verir və mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman mən onların bəlasını səndən dəf etmişdim. Səni öldürmək istədikdə onlara mane olmuşdu. Onlardan küfrə batanlar isə belə demişdilər: Bu açıq aydın sehirdən başqa bir şey deyildir. Xatırla ki, o zaman İsa'nın 12 əshabəsinə, mənə və peyğəmbərimə iman gətirin deyə əmr etmişdim. Onlar isə bizim sənə və peyğəmbərinə itaətkar kəslər olmağımıza şahid ol deyə cavab vermişdilər. Onu da xatırla ki, o zaman həvarilər demişdilər: Ya Məryəm oğlu İsa, Rəbbim bizə göydən bir süfrə göndərə bilərmi? İsa dedi: Əgər möminsizsə, Allahdan qorxun. Həvarilər demişdilər: Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun.
Sənin bizə doğru dediyini bilək və süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: Ya Allah, ey bizim Rəbbimiz, bizə göydən bir süfrə nazil et ki, o həm bizim, həm də bizdən sonra gələnlər üçün bir bayram və sənin qüdrətindən bir möcüzə olsun. Bizə ruzi ver ki, sən ruzi verənlərin ən yaxşısısan. Allah buyurdu: Mən onu sizə əlbəttə nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm. Ya Muhammed, xatırla ki, o zaman Allah belə buyuracaq: Ya Məryəm oğlu İsa, sənmi insanlara Allahla yanaşı məni və anamı da özünüzə Tanrı bilin demişdin? İsa cavabında deyəcək: Sən pak və müqəddəssən. Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq sənsən. Mən onlara yalnız sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Nə qədər ki, onların arasındaydım, onlara şahid mən idim, onları belə nalayiq hərəkətlər etməyə qoymurdum. Sən məni göyə qaldırıb, dərgahına qəbul etdikdən sonra, onlara nəzarətçi özün oldun. Yalnız sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, sən yenilməz qüvvət, hikmət sahibisən. İstədiyim bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq sənsən. Allah buyurdu: Bu elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları ağacları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu möminlər üçün böyük qurtuluşdur. Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
Əl-Ən'am surəsi Məkkədə nazil olmuşdur. 165 ayədir. Bağışlayan və mehriban Allahın adı ilə. Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun. Bu qüdrəti gördükdən sonra kafir olanlar yenə bütləri öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da sizin üçün bir əcəl müəyyən edən odur. Allahın yanında məlum bir əcəl də vardır. Bütün bunlardan sonra siz yenə də şübhə edirsiniz. Göylərdə də, yerdə də ibadətə layiq olan yalnız O, Allahdır. Sizin gizlində də, aşkarda da nəyiniz varsa, onu tutduğunuz bütün əməlləri də O bilir. Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər. Onlara haqq olan Quran gəldiyi zaman onu yalan hesab etdilər. Müşriklərin məsxəriyə qoyduqları Qur'anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki xəbərləri onlara gəlib çatacaq. Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yeryüzündə sizə vermədiyimiz imkanlardan vermişdik. Göydən onlara bol yağış göndərmiş, evlərinin, saraylarının və bağçalarının altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq. Ya Rəsulum, əgər sənə kağız üzərində yazılı bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də bu açıq aydın bir sehirdir, deyərdilər. Onlar dedilər, məgər Həzrəti Muhammədə Peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən bir mələk endirilməli deyildimi? Əgər biz bir mələk göndərsəydik, iman gətirməyəcəkləri üçün onlar məhv edilər və tövbə etmək üçün onlara bir an möhlət verilməzdi. Əgər biz Peyğəmbəri mələk etsəydik və ya kafirlərə mələklərdən bir Peyğəmbər göndərsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində bir daha düşündükləri şübhəyə salardıq. Əlbəttə, səndən əvvəlki Peyğəmbərlər də məsxəriyə qoyulmuşdular. Lakin məsxəriyə qoyanları məsxəriyə qoyduqlarının özü məhv etdi. Ya Rəsulum, de, yer üzünü dolaşın və sonra görün ki, Peyğəmbərlərə yalançı deyənlərin aqibəti necə oldu? De, göylərdə və yerlərdə olanlar kimindir? De, Allahındır. O özü özünə rəhimli olmağı yazmışdır. Olacağını heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar əlbəttə iman gətirməzlər. Gecədə və gündüzdə mövcud olan hər bir şey O'nundur. O hər şeyi eşidəndir, biləndir. Ya Rəsulum, de, mən göyləri və yeri yaradan, hamını bəsləyib, özü bəslənməyən Allahdan başqasını özümə Rəbbim edərəmmi? De, mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma deyə
buyuruldu. De, əgər mən Rəbbimə asi olsam, qiyamət gününün əzabından qorxaram. O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, Allah ona mərhəmət əta etmişdir. Bu isə açıq aydın qurtuluşdur. Əgər Allah sənə bir sıxıntı versə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, heç kəs ona mane ola bilməz. Çünki o, hər şeyə qadirdir. O, öz qulları üzərində hakimi mütləqdir. O, hikmət, bilik sahibidir. De, şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Qur'an mənə sizi və ona gələcəkdə yetişəcək kimsələri qiyamətə qədər xəbərdarlıq edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı, başqa tanrılar olduğuna şahidlik edirsiniz? De, o tək bir tanrıdır. Mən sizin ona şərik qoşduqlarınızdan tamamilə kənaram. Kitab verilmiş şəxslər Muhammed Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər əlbəttə iman gətirməzlər. Allaha iftira yaxan və onun ayələrini yalan hesab edən kəsdən daha zalim kim ola bilər? Şübhəsiz ki, zalimlər nicat tapmazlar. Qiyamət günü onların hamısını bir yerə toplayacaq. Sonra Allaha şərik qoşanlara deyəcək, Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz hardadır? Onların, Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq. Müşriklərin içərisində səni dinləyənlər də vardır. Lakin müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə, Qur'anı başa düşməsinlər deyə onların ürəklərinə pərdə çəkdik. Qulaqlarına da ağırlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər, kafir olanlar isə bu qədimlərdə olanların uydurduğu əfsanələrdən başqa bir şey deyildir, deyərlər. Müşriklər özlərinə uyanlara Qur'anı dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar yalnız özlərini həlak edər, lakin bunun fərqinə varmazlar. Ya Rəsulum, gətirilib od üstündə saxlandıqları zaman, sən onların, kaş ki biz dünyaya qaytarılıb, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq demələrini görəydin. Xeyr, əvvəlcə ürəklərində gizlətdikləri küfr, nifaq və çirkin əməllər onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə əl qatardılar. Onlar şübhəsiz ki, yalancıdılar. Əgər onlar dünyaya qaytarılsaydılar, yenə də həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik, deyərdilər. Sən onları sorğu-sual üçün Rəbbinin huzurunda saxlandıqları zaman görəydin. Allah onlara belə buyuracaq:
Bu öləndən sonra dirilmək, sorğu-sual haqq deyilmi? Onlar, bəli, Rəbbimizə and olsun ki, bu haqdır, deyə cavab verəcəklər. Allah buyuracaq, elə isə etdiyiniz küfürlərə görə dadın əzabı. Allahın huzurunda duracaqlarını inkar edən kimsələr həqiqətən ziyana uğramışlar. Belə ki, ölüm və ya qiyamət günü qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını arxalarında daşıyaraq deyəcəklər: dünyadakı təqsirlərimizə görə vay halımıza, bir baxın, daşıdıqları günah yükü necə də pisdir. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Ahirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsinizmi? Bilirik ki, onların dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalancı hesab etmir və ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər. Ancaq o zalimlər Allahın ayələrini inadla inkar edirlər. Səndən əvvəl də peyğəmbərlər təksibə məruz qalmışdılar. Lakin onlar təksib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, bizim köməyimiz onlara yetdi. Allahın sözlərini dəyişə biləcək heç bir kəs yoxdur. Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı. Onların haqq dindən üz döndərməsi sənə ağır gəlirsə, yerdə bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara bir möcüzə gətirə bilərsənsə, durma, gətir. Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini bilməyənlərdən olma. Sənin dəvətini ancaq can-i dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın huzuruna qaytarırlar. Məkkə müşrikləri dedilər: məgər Peyğəmbərə Rəbbindən bir möcüzə endirilməli deyildimi? De, Allah möcüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti bilməz. Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini məth edib, şəninə tərif deyirlər. Biz Qur'anda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra bütün canlılar, bütün məxluqat Rəbbinin huzuruna cəm ediləcəkdir. Ayələrimizi təksib edənlər zülmət içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. Müşriklərə de, mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa, deyin görək. Xeyr, yalnız Allaha dua edib yalvaracaqsınız. O əgər istəsə,
yalvardığınız bəlanı aradan qaldırar, siz də ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. Səndən əvvəl də ümmətləri, peyğəmbərləri yalancı hesab etdikləri üçün müsibət və fəlakətə düçar etdik ki, Allaha yalvarsınlar. Bari əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara süslü göstərmişdi. Kafirlərə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Kafirlər özlərinə verilən neymətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar hər şeydən məhrum oldular. Artıq o zalim tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha. Ya Rəsulum, bir deyin görün. Əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə mühür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər? Gör biz ayələrimizi onlara necə izah edirik. Sonra onlar ondan gör necə üz döndərirlər. Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalim tayfadan başqası həlak edilərmi? Biz peyğəmbərləri ancaq müjdə verənlər və əzabla qorxudanlar sifəti ilə göndəririk. İman gətirib, yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Ayələrimizi təksib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir. Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabi oluram. Kör görənlə bir olarmı? Məgər düşünmürsünüz? Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Qur'anla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də onlar bununla pis əməllərdən çəkinsinlər. Ya Rəsulum, Rəbbinin camalını diliyərək səhər axşam ona dua edənləri yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də onları qovsan, zalimlərdən olarsan. Beləliklə, onları bir-biri ilə imtihana çəkdik ki, onlar desinlər, əcəba, Allahın aramızda lütfünü rəva görüb bəxş etdiyi kimsələr bunlar mıdır? Məgər Allah şükr edənləri daha yaxşı tanıyan deyildimi? Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de, sizə salam olsun. Rəbbiniz özü özünə rəhimli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, Allah onun günahından keçər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm eləyəndir. Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq, aydın bilinsin. Ya Rəsulum, sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir.
mən sizin nəfsinizin istəklərinə əsla uyumaram. Belə ola biləcəyi təqdirdə, mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram. De, mən Rəbbimdən açıq aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab edirsiniz. Sizin tələm-tələsik istədiyiniz ilahi əzab mənim əlimdə deyil. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O, haqla batili ayırt edənlərin ən yaxşısıdır. De, əgər təcili istədiyiniz əzab mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə bitmiş olardı. Allah zalimləri daha yaxşı tanıyandı. Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, açıq aydın kitabda olmasın. Sizi gecələr yuxuya daldıran, bu minvalla sizi bir növ ölüm halına salıb hiss həyəcandan məhrum edən, gündüz isə nə etdiyinizi bilən odur. Sonra o sizi gündüz yuxudan oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin. Sonra onun huzuruna qaydacaqsınız və sonra da o sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir. Allah öz bəndələri üzərində hakimi mütləqdir. O sizə yaxşı və pis əməllərinizi yazan, sizi şeytandan qoruyan gözətçi mələklər göndərir. Nəhayət birinizin əcəli gəlib çatdıqda, onun canını göndərdiyimiz mələklər alar. Onlar öz vəzifələrində heç bir əskiliyə yol verməzlər. Sonra insanlar Allahın huzuruna qaytarırlar. Bilin ki, hökm onundur və o ən tez haqq hesab çəkəndir. Ya Rasulum, de, gizdində Allaha dua edib, əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə şükr edənlərdən olarıq deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir? De, sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də ona şərik qoşursunuz. De, Allah başınızın üstündən və ayaqlarınızın altından göydən və yerdən sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir. Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər. Ya Rasulum, sənin cəmaatın onu haqq olduğu halda yalan hesab etdi. Onlara de, məgər mən sizin vəkiliniz deyiləm? Hər bir xəbərin müəyyən bir vaxtı var və siz onu biləcəksiniz. Ya Rasulum, ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bu qadağan əmrini sənə unuttursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma. Müttəqilərə onların əməllərindən heç bir günah gəlməz. Lakin bu bir öyüddür ki, bəlkə kafirlər onun təsiri ilə pis əməllərdən çəkinsinlər.
dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi və ya aldatdığı şəxsləri boşla getsinlər. Onlara Qur'anla xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlakə düçar etməsin. Onun Allahdan başqa heç bir dostu və havadarı yoxdur. O, hər hansı bir fidyəni versə belə qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir. De, biz Allahı qoyub, bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərə mi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyə mi döndəriləcəyik? Halbuki dostları onu bizə tərəf gəl deyərək haqq yola çağırırlar. De, Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir. Həmçinin namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz odur, deyə buyurulmuşdur. Göyləri və yeri haqq olaraq yaradan odur. Onun ol deyəcəyi gün dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm onundur. Qeybi və aşkarı bilən də odur. O, hikmət sahibidir. Hər şeydən xəbərdardır. Ya Rəsulum, xatırla ki, bir zaman İbrahim ona atalıq eləyən Azərə demişdi, sən bütləri, tanrılar mı qəbul eləyirsən? Mən səni və sənin tayfanı açıq aydın zəlalət içində görürəm. Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun. Gecə qaranlığı İbrahimi bürdükdə, o, bir ulduz görüb, budurmu mənim Rəbbim dedi. Ulduz batdıqda isə, mən batanları sevmirəm söylədi. Sonra doğan ayı görüb, budurmu mənim Rəbbim dedi. Ay batdıqda isə, doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım, söylədi. Daha sonra doğan günəşi görüb, bu mənim Rəbbimdir, bu daha böyükdür, dedi. Günəş batdıqda isə dedi, ey cəmaatım, mən həqiqətən sizin Allaha şərik qoşduqlarınız bütlərdən, səma cismlərindən uzaq. Mən həqiqətən batildən haqqa tapınaraq, üzümü göyləri və yeri yaradana çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm. Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi, Allah məni doğru yola saldığı halda siz onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi öz əzəli elmi ilə ehtifa etmişdir. Məgər düşünüb, öyüd nəsihət qəbul etmirsiniz? Allahın sizə ibadət edilməsi barədə heç bir dəlil endirmədiyi bütləri
ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə deyin görək, bu iki dəstədən hansı qiyamət əzabından əmin olmağa daha layiqdir? İman gətirib, imanlarını zülmə qatışdırmayanlar əmin amanlıqdadılar. Haqq yola yönəlmişlər də olardı. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir. Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyanı, Yahyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməl-i salihlərdən idi. Biz həmçinin İsmaili, Əl-Yəsəyi, Yunisi və Lutu da hidayətə qovuşdurduq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da bir qismini hidayətə çatdırdıq. Onları seçdik və düz yola yönəltdik. Bu Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar Allaha şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı. Onlar bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər müşriklər və kafirlər bu dəlilləri dansalar, biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik. Onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De, mən İslam dininin təbliği müqabilində sizdən bir əvəz istəmirəm. Bu Qur'an bütün bəşəriyyət üçün yalnız bir muizədir. O yəhudilər, Allah heç bir bəşərə Qur'an nazil etməmişdir deməklə, Allahı layiqincə qiymətləndirmədilər. De, Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi Tövratı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. Əslində, siz Qur'an vasitəsilə özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Ya Rəsulum, sən Allah deyib çağır. Sonra da onları burax ki, düşdükləri bataqlıqda ilişib qalsınlar. Bu Qur'an da mübarək xeyir bərəkəti daim faydası çox, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə, Məkkə əhlini və ətrafındakı insanları Allahın əzabı ilə qorxutmaq üçün nazil etmişik. Ahirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar. Allah iftira yaxan, özünə heç bir vəhiy olunmadığı halda mənə də vəhiy olunmuşdur. Mən də Allahın nazil etdiyi Qur'an kimi bir kitab endirəcəyəm deyən şəxsdən daha zalim kim ola bilər? Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də bu zaman əllərini uzadıb,
çıxarın canlarınızı. Siz bugün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız dediklərini görəydin. Siz bizim huzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək tənha, özü də sizə verdiyimiz var dövləti, əhli əyalı dünyada qoyub gəlmişsiniz. Artıq sizin vaxtilə öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı rabitə qırılmış və Allaha şərik iddia etdikləriniz bütlər də sizdən uzaqlaşıb qeyb olmuşdur. Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib, çatdadan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah. Axı siz ondan nə cür döndərilirsiniz? Gecənin zülmətindən səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi eləyən də odur. Bütün bunlar yenilməz qüvvət sahibi, hər şeyi bilən Allahın təqdiridir. Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün ulduzları sizin üçün yaradan da odur. Biz bu ayələri anlayan bir cəmaat üçün bu cür ətraflı izah etdik. Sizi tək bir nəfərdən yaradan da odur. Sizin üçün bir qərar yeri, bir də bir əmanət yeri vardır. Biz ayələrimizi anlayan bir cəmaat üçün belə müfəssəl izah etdik. Göydən su endirən odur. Biz onunla hər bir bitkini yetişdirdik. Yaşıl fidanlar göyərtdik. Onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Onlardan hər birinin bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir cəmaat üçün Rəbbinizin varlığını subut edən dəlillər var. Cinləri Allah yaratdığı halda kafirlər və cahillər onları Allaha şərik qoşdular. Nəyə inandıqlarını, nə danışdıqlarını bilmədən özlərindən onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur. O göyləri və yeri var edəndir. Allahın necə övladı ola bilər ki, onun heç bir yoldaşı yoxdur. Hər şeyi o yaratmışdı. O, hər şeyi biləndir. O Allah Rəbbinizdir. Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan odur. Buna görə də yalnız ona ibadət eləyin. O hər şeyə vəkildir. Gözlər onu dərk etməz. O gözləri dərk edər. O lətifdir. Cismilikdən uzaqdır. Hər şeydən xəbərdardır. Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim onları görsə, öz leyhinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm. Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Biz ayələrimizi belə başa salırıq ki, sənin peyğəmbərliyini inkar edənlər
sən dərs almısan, bunları başqalarından öyrənmisən desinlər. Və biz də Qur'anı bilən bir cəmaata izah edək. Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar. Möminlərsə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar. Ya Rəsulum, Rəbbindən sənə vəhiy edilən Qur'ana tabi ol. Sən yəqin bilirsən ki, ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir. Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən. Allahdan başqalarına tapılanları söyməyin. Yoxsa onlar da Allaha qarşı hörmət və ehtiram bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qaydacaqlar. Allah isə onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir. Məkkə müşrikləri Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de, ayələr ancaq Allahın yanındadır. Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar, siz nədən bilirsiniz ki, onlara istədikləri ayə gəldikdə, yenə də iman gətirməyəcəklər. Biz onların ürəklərini və gözlərini əvvəlcə Qur'ana və ya göndərdiyimiz hər hansı ayəyə iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq. Əgər biz istədikləri kimi mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bunu bilməz. Beləcə, biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar biri digərini aldatmaq məqsədi ilə bir-birinə təmtəraqlı, zahirən gözəl, daxilən çirkin sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşda getsinlər. İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri axirətə inanmayanların ürəkləri onlara meyl etsin. Onlar həmin sözlərdən xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər deyə təlqin edərlər. Allah sizə Qur'anı müfəssəl surətdə nazil etdiyi halda, mən haqq ilə batili ayırt etmək üçün ondan başqasını mı özümə hakim istəməliyəm? Kitab verilmiş şəxslər Qur'anın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma. Ya Rəsulum, Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O hər şeyi eşidəndir, biləndir. Əgər sən yer üzündə olanların çoxsuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.
Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar. Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən odur. Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə onun adı çəkilmiş, Bismillah deyilərək kəsilmiş heyvanlardan yeyin. Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş heyvanların ətindən yeməyəsiz? Halbuki məcburiyyət qarşısında yeməli olduğunuz şeylər istisna edilməklə sizə haram buyurduqlarını artıq o Allah müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları şəriəti bilmədiklərindən, nəfslərinin istəklərinə uyaraq, xalqı düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır. Günahın aşkarından da, gizlisindən də əl çəkin. Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu şübhəsiz ki, günahdır. Həqiqətən şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün çirkin fikirlər və yaramaz əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız. Heç qəflətdə ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kimsə, zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi. Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar günahlarını bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin bunun fərqinə varmazlar. Onlara bir ayə gəldiyi zaman, Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə, biz iman gətirməyəcəyik deyərlər. Allah peyğəmbərliyi kimə göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkirlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar. Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam dini üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki sıxıntının şiddətindən göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər. Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb, anlayan bir cəmaat üçün artıq müfəssəl izah etmişik. Onları Rəbbinin yanında əminamanlıq yurdu gözləyir. Allah onların gördüyü işləri himayə edəndir. Allah insanları və cinləri toplayacağı gün belə buyuracaq. Ey cin tayfası! Artıq insanların bir çoxunu yoldan çıxartdınız. O, cinlərin insanlardan olan dostları deyəcəklər. Ey Rəbbimiz!
biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı. Allah buyuracaq, sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi vaxt və ya sonradan İslamı qəbul edib, nicat tapan kimsələr istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir. Beləliklə, qazandıqları günahlara görə, zalimlərin bəzisini digərinə hakim edərik. Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər, biz öz əleyhimizə şahidik. Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər. Bu, peyğəmbərləri göndərmək ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini onlar qafil ola-ola zülmlə məhv etməyi özünə rəva bilməz.